Salam əleyküm əziz və hörmətli dostlar, xoş gördük. Mən neçə gündür mütəəssifanə istər-istəməz başımız bələdədir. Bir yol cür gəliyində gəlmir. İndi də feylən beləsi olmuşuq. Görək nədir olacaq. Bir də salam ərz edirəm, umarım yaxşısınız. Bir neçə gündür kitab oxumurdum və bilmirdim də ki, bu vəsdə olacaqdı. İndi fizioterapistdən gəlmişəm, yetişdim, dedim kitab oxuyayım, görüm ki, türkcəm qaldıqca xərablaşmasın, bəlkə biraz yaxşılaşsın. Bildiyiniz kimi mən bu zamanlar sümürgəçinin portresi və sümürgələşdirən portre kitabını oxuram ki, türkcədir, latin əlifbası iləndir, Fransa dilindən çevrilibdir, istimar və müstəmirəçilik haqqında yazılıbdır və mənim düşüncəmi bilirsiniz ki, bəlkə yüzlər kitab oxumuşam, minlər kitab oxumuşam və son zamanda da 3 dənə önəmli kitab burada oxumağa, canlı oxumağa çalışmışam. Var olun dostum, çox sağ olun. Ərz edeyim ki, bunların içində ən önəmli kitab ki, bizim dərdimizə dəyə, Azərbaycanlıların, türklərin, İranda yaşayan millətlərin dərdinə deyə bu kitabdır ki, İranda da Farsıya tərcümə olmuşdu Humanatiqin əli ilə və adını qoymuşlar Çehre-i istemargər və Çehre-i istemarzadə, əgər iştibah eləməsəm. Vəli bu kitab o qədər inhiraflı yazılıbdır, o qədər təhrif olub bunun içində, o qədər yalan yazılıbdır ki, oxumasını heç sifariş eləmirəm. Mən bunun türkcəsini tapdım və türkcəsini oxumuşam. Bu günləri 75-ci səhifəyə gəlmişik. Dediyim kimi, məncə hər bir türk Azərbaycanlı, türk, ya Qəşqayı türk, ya türk, hər bir türk İrandadır. Milli hərəkətə çalışır, ya istiqlala çalışır, ya federal, hətta hər bir türklüğün özünə çalışır. Məsələn, dilə çalışır. Bunlar ya hüquq-i bəşərə çalışır. Bunlar heç vaxt doğru düşünə bilməzlər. İlla ki, bu kitabı gərək oxuyarlar. Mütəəssifanə biz gərək keçən 65 ildə, 60 ildə bu kitaba görə 60 dənə heç olmasa kitab yazıydıq. Bunun haqqında bu cür kitabları yazıydıq. Amma mütəəssifanə bizlər bundan belə ki, İnqilabdan qabaq bu kitab 4 dəfə, yəni 40 min cild heç olmasa Humanatiqin əli ilə çap olmuşdu, bu İranda satılmışdı. Gərək buna görə yazılıydı. Mütəəssifanə bizim heç nə tanışlığımız bu diskursla yoxdur, bu məsələ ilə yoxdur. Və sadəcə bilirik ki, istimar və müstəmirə. Amma bunun istimarçı, yəni o ki, sümürgəçidir. Sümürgə nədir? Sümürgəçi nədir? Sümürgəçinin düşüncəsi nədir? Fəlsəfəsi nədir? Əslən, sümürgəçilik özü bir fəlsəfədir. Sümürgəçilər nə cür bir duruma düşür? Bunun beyni nə cür sümürgə olur? Əvvəl türklərin beyni sümürgə olubdur. Sonra torpaqları bu vəziyyətə düşübdür. Sonra mədənləri tarac olubdur. Bunları bilmirik. Niyə? Çünki bu kitabı oxumamışıq. Belə bir kitablar oxumamışıq. Hər halda bu kitab yazanın adı Albert Memmidir, Tuneslidir. Tunes o zaman ki, bu kitabı yazıbdır, Fransanın işğalında və sümürgəsidir. O zaman bu adam gedib orada dərs oxuyubdur və Tunesə qeydəndə, doşura alıb Tunesə qeydəndən sonra görüb ki, millət inqilab eləyiblər, Tuneslilər Fransəlilərlə silahlı savaşırlar və cəlib budur ki, Fransəlilər bunları öldürəndə deyirlər ki, öldürdük, məsələn, Şurişi öldürdük, filan Bəhman addır da bu. Məsələn, Cudayı tələb öldürdük, nə bilim, Təzyiqi tələb öldürdük. Amma Fransəliləri bu Tuneslilər öldürəndə deyirlər ki, terror elədilər. Bunu bilirik ki, bəs qanun adam öldürmək mənfəətə bağlıdır. Sizin mənfəətinizin yolu ilə buna söz qoyarsınız, kələmə qoyarsınız, term qoyarsınız və ondan apararsınız. Hər yerdə dövlətlər ki, iş üstədilər, onlar çox gücləri var və çox mediaları əllərindədir, qanunları da onlar yazırlar, onun üçün də belə bir işlər görə bilirlər. Hər halda 75-ci səhifənin başlığı var bir dənə ortada. Ortada ki, yoxdur, yap başa yaxın 4-5-ci sətirdə bir başlıq yazıb tutucu.
Tutucu görək nə mənə. Yəni bilirik ki, tutucu tutmaq sözündəndir, amma görək ki, nə mənə yazır burada. O halda ana yurdun uzaq və əsla çox iyi bilinməyən bir idarə oluşturmaqla kalmayıb, aynı zamanda bu idealın da sabit kalması və zamandan korunması gerekir. Kolonyalist ana yurdunun muhafizekar olmasını ihtiyaç duyar. İndi burada o geçenki bəhslərində devam edir. Deyir ki, indi bu 4 gün geçir, mənim də o qədər yadımda ki, 4 gün bundan qabaq bu nə demişdi? İndi orada o halda yadıma düşdü. Deyir ki, sümürgəçi ki gəlibdir, məsələn, Azərbaycana. Dedik, sümürgəçi kim? Əvvəl bunu deyim bir də. 4 gün üstündən geçir. Ya taza dostlarımız buradan qulaq assalar bilsinlər. İran çərçivəsinə baxanda sümürgəçi kimdir? Sümürgə yəni istimar. Sümürgəçi istimargər. Sümürgə yəni müstəmirə. İndi sümürgələşdirilmiş, yəni o adamlar üçün müstəmirə olublar, ya o torpaqlar üçün müstəmirə olublar. Bunlar. Amma indi İran çərçivəsinə baxsaq, nədir olar? Sümürgəçi ya istimargər kimdir? Bu kitabın dediği can, yəni dünyada böyle bir term olubdur. İstimargər o adamdır ki, farsdır, ya özün fars tərif edir. Məsələn, bir türk deyir ki, mən farsam. Dədəsi, nənəsi türkdür, amma deyir ki, mən zabanım farsiyəm. Madər pədərəm türki söhbət میکنم ولی mən farsi. Bu olur nə mənə sümürgəçi. Bir bu. Yəni o adam ki ya farsdır ya özün fars tərif edir. Bir bu. İkinci o adamlar ki fars ownerlərin, fars şirkətləri ki onların sahibi farsdır, onlara işləyənlər. Məsələn, misal süngündə işləyənlər ya şeylər, bunlar türk də olsalar üçün onların mənfəətinə işləyirlər və onların şeyini, bunlar da ya müəllimlər. Üzr istəyirəm. Bir də dövlətə işləyənlər. Dövlətə işləyənlər fərq eləməz ki, müəllimdir, süpürgəçidir, nazimdir, müdürdür, ustad danışgahdır, rəisi danışgahdır, döhdürdür, pərəstardır, nə bilim, süpürgəçidir, çayçıdır, qapıcıdır, hərasətçidir. Hər idarədə olur olsun, fərq eləməz. Dadqüstəridə olsun, rəis dadqüstəri olsun, nə bilim, ya qazi olsun, ya dəftərdar olsun, ya nigahban olsun, polis olsun, zindanda işləyənlər olsunlar, fərq eləməz. Bunların hamısı sümürgəçi hesab olurlar. Əlbəttə, hər nə qədər zora tərəf gedir, məsələn, dadqüstəri. Dadqüstəriyə bir icazə verilib ki, zor elə. Bu daxı sümürgənin qoludur əslində. Silahlı güclər, zindanbanlar. Bunlar sümürgənin o qabaqda gedən, cibhədə gedən savaşanlarıdırlar. Dadqüstəri də ərz elədim da, qazilərdir, nə bilim, dadüstanlardır. Bunlar hamısı onun müdafiələrdir. Yəni sümürgəçidirlər. Bir də dedik, sümürgəçi olardı ki, istihdam olurlar dövlətə, ya xüsusi şirkətlərə və göndərirlər Azərbaycana ya türklər yaşayan yerlərə. Və burada da ki, biz sümürgəçilərlə üzbəyik. İndi, dedi ki, kitaba qeydək. Dedi ki, sümürgəçilər iki yerə bölünürlər. Bir, onlar ki, istirlər, qeysinlər, yəni deyirlər ki, biz gərək çıxmayıdıq vətənimizdən, farsların torpaqlarından, yaşadıkları yerlərdən çıxmayıdıq, gəlməyidıq Azərbaycana. Mən bir ola qeydəm. Ora. Bunu xəta görür və o xətanın cübran eləmağını da burada görür ki, qeydə ora. Bir bunlardır. Bir də onlardır ki, gəlir, deyir ki, yox da mən gəlmişəm bura, burada bir iddə imkanatım var ki, qeysəm ora o imkanat olmayacaqdır. Mənim indi burada bir mövqeyiyyətim vardır ki, millət mənim əyağımın altındadır, istədiyim qanunu aparıram, istədiyim işi görürəm və bunlar da hamısı deyir, kaş biz də bu adama yaxın olaydıq, istədiyim pulum vardır, istədiyim işi var, amma dörsəm farsların içinə, mən bir məmuli adama dönərəm ki, heç ərzişi yoxdur. Burada qalır. İndi deyir ki, burada, kitabı buradan devam edir. O halda ana yurdun uzaq və əsla çox iyi bilinməyən bir ideal oluşturmaqla kalmayıb. Deyir ki, bu
ana yurdun təkcə fəqət bir ideal saymaz. Ana yurdun uzaqda və əsla çox iyi bir, iyi yəni yaxçıda, çox yaxçı, bilinməyən bir ideal oluşturmaqla, deyir ki, onu bir bəlli olmayan bir ideal kimi, yəni çox belə mühüm da, ideal kimi onu oluşturmaqdan, düzəltməkdən, zehnində belə bir şey düzəldir bu adam. Vətənin, çox dedik da bunu keçən cəlsələrdə, millətin, vətənin, bayrağın, ordusun çox sevər, paltarlarını sevər, bunları. Dedi ki, indi bu bir ideal yaradır zehnində, deyir, bunda tək qalmaz. Qalmayıb neynər? Aynı zamanda bu idealın o beynində yaratdığı öz vətənindən, millətindən, farslıqdan, farslardan, İrandan, İrancılıqdan bu idealı da sabit kalması üçün, o idealda sabit kalması üçün də zamanda və zamandan korunması gerekir. Deyir, onu zaman içində də bunu qorumağı gerekir. Yəni o idealı, o şeyi, o İrancılığı, o farsçılığı, o İrana olan təəssübün saxlamalıdır, idealın saxlamalıdır. Kuruşu, darıyuşu, onu da korunması gerekir. Kolonyalist dedik ki, yəni istemarcıdır. Bu da bunun adı. Sümürgənin bir ayrı, sümürgəçinin bir ayrı adı da kolonyalistdir. Bu kolonyalist ana yurdunun muhafizəkar olmasına ehtiyac duyar. Bir ehtiyacı vardır ki, ana yurdu muhafizəkar olsun. Görək ki, nədir bunu açıqlayacaq ki, nə olsun? Kəndisi kararlı bir muhafizəkardır. Deyir bunun əlbəttə deyir bu adam özü bir qərarlı, yəni təsmin tutubdur, bəlli. Bunun mövzei bəlli, bir muhafizəkar. Bu vətəninə görə muhafizəkardır. Ha belə işinə görə, çünki işini saxlasın. Bunu da dedik keçəcək. Ən katı olduğu, ən az taviz verdiyi nokta tam da budur. Deyir o şey ki, onda çox qətidir. Katı, yəni qəti, yəni çox kəsici olduğu yer, katı olduğu və ən taviz verdiği və çox az değişdirdiği. Ən az taviz, yəni əvəzdən gəlir, değişdirdiği nədir? Bu noktadır. Nokta tam budur. Yəni o yer ki, değişdir budur. Vətənidir və muhafizəkarlığı. Yəni bu muhafizəkarlığın əslən vazgeçməz bundan. Tamam. Gərəkdiyində ana yurdundakı kurumların və oradakı gələnək görənəklərin eleştirisinə hoşgörü göstərir. Deyir ki, lazım olsa, gərəkdiyində, yəni lazım görsə, gərək görsə. Bəzi yerdə lazımdır ki, məsələn, özüvə də bir mıx vurasan ki, eləyə bilirsən bunlara bir, deyir ki, özündə bir tükü görcünə, bir kiçik bir şey görcünə, eləyə bilirsən özgənin gözündə tir ağacını görəsən. Yaxçı, deyir buna görə ki, bu adama o zaman gərəkir ki, məsələn, istəyir deyək ki, ağa, Azərbaycanda türklərə şey yoxdur, zülm yoxdur. Farslar da acdılar da, ya farslarda da ac vardı da, farslarda da işsizlik vardı da, onu demaqla. Amma məsələn, o heç vaxt gəlib deməz ki, Urmiyə gölü quruyub aradan gedir. O halda ki, bunlar gediblər Xəlic Ərəbidən neçə milyard dolar xərc qoyublar, gətiriblər ora. Bir dəfə mən Günas TV-də, bir dəfə yox, neçə həftə bunun üstündə işlədim Günas TV-də, fars dilində və türk dilində, xüsusən türk dilində bərnamə apardım. Hesabladıq ki, məsələn, hər bir metri mükəəb suyu Xəlicdən, Xəlic yəni Körfəzdən şirin eləyələr, göndərələr ora, təsfiyə eləyələr, duzun çıxadarlar və şirin eləyələr. Göndərələr ola, 2 dolar yarıma çıxır. 2 dolar yarım hər metri mükəb. Yəni bir dənə adam məsələn hamama gedəndə 1 metr mükəbi ən azı işlədir. 2 dolar yarım gedir. İndi bu məsələn 4 nəfərlik olsalar, gör nə qədər istifadə edirlər. Belə bunlar istəyirlər ki, suyu da belə pompaj eləyərlər, gətirərlər. Yəni buna lülə qoyacaqlar, bunu motorxanalar lazımdır. Hər nə məsələn neçə kilometrdən bir buna motorxana qoyacaqlar, gətirər. Bu o zaman mən hesablamışam, bəlkə 2013-də ya 14-də bunu hesablamışam, Günas TV-dən də demişəm. Yəni 8 il olar, 7 il olar. Heç olmasa bu sözlərin üstündən keçir. Az çox mühüm deyil. O zaman Günas TV-də olanda türkcə fikirlən bunları demişəm. Bəlkə farsça da demişəm, bilmirəm. Bir adımda deyil ki, o zaman bu bərnaməni icra edən türk idi ya fars idi.
hər bir 1000 litr, hər 1000 litr suyu ki istəyirlər xəlicdən gətirərlər ora, 4 dolara çıxır. 4 dolara. Ya 4 dolar yarıma. İndi də ki daha çoxa çıxacaq, çünki xərclər daha çox gedib yuxarıya. Hər halda oranı suyu çəkiblər, gətiriblər Yazda. Amma bizə buradan Arazdan ya Zapdan ya ayrı çaylardan gətirən suların gətirəcəklər, məsələn, gətirmirlər. Eyni halda Qızıl üzərindən falandan ki su gəlirdi bura, bunları da bağlayıblar, sədd vurublar ayrı yerə. 120-yə yaxın bəndi düzəldiblər, sədd düzəldiblər, suyu onun dalısında saxla Urmic gölünə gəlməsin. Yəni bu o istemarın indi bu haqda danışsa, forən deyər ki, məsələn deyirəm, bunu yadına gətirməz ki, belədir. Deyər ki, farslarda da işsizlik vardı, farslar da məsələn zülmü görürlər, hökumət hamıya zülm eləyir, xanımlara nə fərq elər ki, türk olsun, xanım olsun, hamısı baş örtməyə məcburdular. Bunlarla istər onun üstünü örtsün, amma örtülən bir şey deyil. Çünki burada bir şeylər vardı ki, farslarda yoxdur. Məsələn, farsların dilləri azaddır, oxurlar, qanunları var, bizə də dillərini zor eləyirlər, biz öz dilimizdə oxuyamırıq. Bu harda birdir? Məsələn, Urmic gölünə dedim, biz su gətirə bilmirik, haqqımız yoxdur, istəyimiz nəzərə alınmır və onlar amma körfəzdən, Ərəb körfəzindən, əlbəttə onun Şah Abbas dövrəsində adı Kəngər körfəzidir. Kəngər körfəzindən suyu gətirəsiz Kəvirə, o təbii görünür ona. O bunu görməz. Onların iqtisadı. Maliyyat məsələn Təbrizdə 3 qat Tehrandan çoxdur, ya Yazdan çoxdur, ya İsfahandan çoxdur. İsfahanın suyu yoxdur, tamam 200 neçə dənə o gün amarı dedim, yadımda deyil indi. 200 neçə dənə karxana var ki, çox yuxarı su işlədir və bunlar bərqi, suyu, nə bilim, qazı, nəfti ucuz alırlar ya müftə alırlar. Maliyyat da vermirlər. Maliyyatlar da Azərbaycanlıların 3də biridir, 4də biridir. Gərəkliyində ana yurdundakı kurumlar kulli sistemi intiqad eləməz. Məsələn, gələr deyək ki, Dağqüstəridə filan, orada da bu cür zülm olur. Məsələn, polis orada da belə elər. Qurumlara, yəni bəzi sazmanlara tənqid elər. Və oradakı gələnək-görənəkləri, gələnək-görənək rəsm rusum, adabı rusum ki, tarixdən gəlibdir, onlara deyilir. Rəsm rusum hər ikisi də ərəbcədir. Bunun türkcəsi gələnək-görənəklər. Ələşdirir, yəni onları ələşdirmək. Ələşdirmək dostlar, bizi uşaqlıqda deyərlər ki, əlləşin ya güləşin. Bunlar ikisi də biridir. Əlləş ilə güləş biraz bəlkə əl iləndir. Əl ilə bir əl-ələ verirsiniz, əlləşirsiniz. Güləşmək də qucaqlayırsınız, güləşirsiniz. Beləsi olur. Mənim düşüncəm belədir. Bəlkə də bu cür deyil, amma mən belə düşünürəm. Ələşdirmək də indi məsələn biri mən bunları ki deyirəm. Dostlar məsələn deyirsən, türkünü yaxşı oxuyamırsan, niyə oxuyursan? Bu bir şeydir də, ələşdirməkdir. Mən də deyirəm ki, dostum sən başar gəl oxu, mən oxumayayım da, sən decinən açıqla, mən də sənə qulaq assın. Tamam? Bu ələşdirin görürsünüz yeri yoxdur, amma doğru da ələşdirirsin. Yəni adam doğru da deyir ki, sən türkünü yaxşı oxuyamırsan, axı niyə oxuyursan? Yorucu olursan. Düz də deyir, nə deyim, yəni mən burada o adamın sözü düzdür. Amma yeri boş olanda, indi deyək ki, mən məsələn fəlsəfədə Azərbaycançılıq, fəlsəfə başarmıram, gərək Azərbaycançılıq da eləməyəm, yox o cür deyil. Mən başardığım qədər o işi görürəm. Bir də insanlar çıxsalar ortaya, mən də keçirəm, öz təxəssüsümə keçirəm, ruznamiyə keçirəm, nəqdə keçirəm, ədəbiyyata, bu cür şeylərə yəni. Ələşdirmək hər halda tənqiddir. Tənqid ki, ərəbcədir, nəqd o intiqad, tənqid, bunların türkcəsi ələşdirməkdir. Ələşdirini hoşgörü görsə də, deyir ki, tənqidi intiqad eləmək da hoşgörü, yəni müvafiqət elər. Nəinki özü tənqid elər. Amma deyir ki, gözün yumaç, okey, məsələn, gəlin bir polisə də nəqd eləyin, məsələn. Hoşgörü göstərir, yəni rizayət verər ki, öz məmləkətinin bəzi qurumları da, hər qurum yox, bəzi qurumları da şey olsun, tənqid olsun. Məsələn, dostlar, İngilistan padişahlıqdır və mələkə orada, İngilistanda indi bir dənə mələkə var. Siz hər yeri nəqd eləyə bilərsiniz, İngilistanda mələkəni yox.
Deyə bilməzsiniz ki, Mələkənin niyə məsələn 4000 dənə işçisi var? Niyə Mələkənin məsələn veb saytının ya Rəvabit Ümumisində işləyənin hüququ məsələn ayda məsələn deyirəm. Yadımda deyir, çünki istihdam edirdilər. Mən özüm də deyirdim ki, bəlkə istihdam bulam. Sonra görüm, mənim o ingilisim yoxdur ki, gələm Rəvabit Ümumidə işləyəm məsələn. İngilistanda onda. Dedim ki, tamam. Onda yadıma baxır, məsələn 16.000 pound bunun aylıq hüququdur. Normal hüquq orada məsələn 4.000 pound, 5.000 poundudur. Normal, yəni bir dənə mühəndisdən danışırıq. Nəinki əşğalardan. Yox, əşğalar 2000-ə çıxmaz, bəlkə 3000-ə əsla çıxmaz qətən. Çünki məsələn biz Kanadada normal adamlar alırlar 2000, 2500, məsələn bu hüdudda. Restoranda zətdə işləyənlər alırlar məsələn 1800, 2000. Onda maliyyatın çıxandan sonra üzərinə qalır 1500, 1400, 1300 bu cüzü pul qalır. Hər halda onları istədim deyim ki, yəni orada da bir sistem var. O sistemdə deyir ki, sən hamını ələşdirə bilərsən, buna deyənməsən ki, sən 4000 dənə şeyin nədir? Amma biz Nasiruddin Şahı məsələn fərən deyərik ki, bunun məsələn dərbarında bir belə arvad var idi və hamımızın deyərik ki, bunun arvadı idilər. Yəni bizim beynimizə o qədər yuyublar ki, biz heç vaxt düşünməmişik ki, hərəm dedikləri, əsas hərəm sözü nədir və niyə məsələn bu adam çox xanımları gətirmiş dərbara, yaz şeylərdə dərbarda çox xanım olurmuş, nədir? Osmanlıda dərbarda çox xanım olurmuş. Niyə? Biz bunları əslən heç vaxt düşünməmişik. Və niyə məsələn bunlar heç vaxt ailələrin görənməzdilər? Bunlar bir şeylərdir ki, mütəəssifanə bizlər beynimiz brainwash olub. Yəni farslar bizim beynimizə nə soxublar, biz də onu heç intiqad eləmədən, ələşdirmədən onu qəbul eləmişik. Amma nə zaman siyasal statuyu değiştirməkdən söz açılırsa, içini qayğı və panik kapalar. Deyir, hangi zaman ki, bunun özünün, o adamın, amma nə zaman siyasətdən, siyasət yəni siyasətlə ilgili, siyasətlə ilgili statuyu, onun durumu, status bunun latincəsidir, türkçələşdiribdir, olub buna statuyu deyirlər. Yəni bunun durumu, bunun orada siyasətdə olan durumu, standardı, fərmandardı, bəxşdardı, nümayəndə məclisdir, dadqüstəridə işlir, nə bilim, polisdə işlir. Bunların siyasi bir durumları var, bilirsiniz. Zindan özü bir siyasi durumdur və qurumdur. Deyir ki, siyasal statuyu değiştirməkdən söz getsə, o adamın söz gedə ki, sən istəyirik siyasi durumumu değişdirək, açılsa, belə bir söz açılsa nə olar? Qayğı nigeranlıq. Qayğı bulunur, üstüsəm, qayğı və panik. Panik latincə sözdür, panik sözündən gəlir. Türkçəyə keçibdir, türkçədə də işlənir, panik. Yəni, bir növ qorxu, içdə qorxu. Eşikdən qorxmur ha. Eşikdə bir canavar yoxdur bunu qorxuda. Bu içində, bu zehnində qorxur. Bunun ruhu panik olur. Panik nə desək? Farsça deyil, dəst u paçə. Biz türkçə deyirik, məsələn, özünü itirir. Özünü itirmək. Panik belə bir şey. Özünü itirir bu adam. Ancaq o zaman yurtseverliyinin safiyyəti bulanır. Safiyyəti bulanır. Ana yurdundan ona sarsılmaz bağlılığı sarsılır. Deyir ki, belə bir şey olanda ki, bunun öz mövqeyinə görə danışırlar, siyasət değişsin. Ancaq o zaman yurtseverliyinin, bunun o öz dedi ki, öz vətənin sevir, İrancılığı, farsçılığı bunu sevir. Deyir, onun o yurtseverliği, safiyyəti, onun saflığı, səmimiyyəti, yəni beləsi deyək, bulunur. Onun o səmimiyyəti bulanır. Bu dəyər bir-birinə. Elə deyərik ki, biz də deyərik bunu, məsələn, ürəyin bulanır. Yəni, dəyər bir-birinə. İstəyirəm qusam, məsələn. Bulanmaq budur da, biz də türkçülər deyərik ki, məsələn, ürəyin bulanır. Bunun deyir ki, o saflığı, səmimiyyəti ki var idi vətənə görə, o bulanar. Bir ləhsə deməyək,
İrançılığın da bizə xeyri olan budur. Məsələn, ana yurduna olan sarsılmaz bağlılığı sarsılır. Deyir ki, o ki deyirdi, mənim ana yurduna bir möhkəm bağlılığım vardı. Bunu o birisi dəfələrdə demişdi. Çox möhkəm bir bağlılığı vardı. Deyir ki, o neynər? O sarsılır. Yəni, şol olar, xarab olar, düşər yerə. Ana yurddan ayrılma təhdidinə qarşı kadər iş varır olacaq şey midir? Deyir ki, ana yurddan ayrılma, ana yurddan ki ayrılmışdı o, yəni ana yurt dedik, məsələn, İrançılıq, bunu burada beləsi yedirsə saxlayın, təhdidinə qarşı ana yurdundan ayrılmağa qədər, onacan, iş varır olacaq. Əgər iş ora gedə ki, bu ora gedə, şey olacaq şey midir? Deyir, belə bu olacaq bir şeydir. Yəni ki, bu adam buradan ayrılsın, geçsin. Bu da bu qədər reklamını yaptığı və bir anlamda gerçək olan yurtsevərliyi ilə çəlişir. Deyir, bu da bir ayrı anlamda bu da bu kadar yəni bu qədər reklam bilirsiniz, yəni təbliğat. Ticari təbliğat. Siyasi təbliğatın adına propaganda deyirlər. Ticari, iqtisadi təbliğatın adına gedin filan şeyi alın. Məsələn, filan yemək çox yeməlidir. Gəlin bunu alın. Bunu yeyən deyir, bir də ver. Məsələn, bizə o şüvərən uşaqlar satardıq. Uşaqlıqda mən satmazdım əlbəttə. Bir-iki dəfə çalışdım, sonra da heç sata bilmədim. Əlim yoxdur o bir şeylərdə. Məsələn, burada deyir ki, içən deyir, bir də ver. Məsələn, bu onun təbliğatıdır. Amma siyasətdə propagandadır. Adam deyir ki, məsələn, hey, orada burada özünü təbliğ edir. Mən elə ustandaram, mən belə ustandaram, mən sizə çox işləyirəm, gecə gündüz çalışıram, filan bəhman. İndi diqqət buyurun dostlar. İki dana məsələni istəyirəm müqayisə edəyəm sizə. İki dövlət. Bir İran, bir Türkiyə, ikisi bir məntəqədir. İkisi də məsələn müsəlmandırlar. Məsələn, Erdoğan cənabları İslamçılığa müttəhəm olur, Osmançılığa müttəhəm olur. Xamenei də Sasaniçılığa, imperatorluğa və İslamçılığa müttəhəmdir. Müttəhəmdir da, yəni bunlar hər ikisi də bu işlərdir. İndi nə qədər düzdür, nə qədər qələtdir, onu sizin özünüzə qoyaq. Görəsiz ki, nə cürdür. İndi, keçən günlərdə Türkiyədə bir dənə adam, dəli adam, motorun minir və neçə yerə od vurur. Əgər iştibah eləməsəm, 84 futbol meydanı böyüklükdə meşə od tutur yanır. Futbol böyüklükdə yer, meşə od tutur yanır. Bunu söndürmək üçün məsələn 2 saat sonra od başlanandan sonra ki, axşam başı başlanmışdı, gecə qaranlıq olacaqdı. İç vəziri, yəni vəzir-i keşvər və ustandar, oranın ustandarı, valisi, bir də bir ayrısı. Məsələn, deyək ki, İranda deyirlər ki, Cəhad-ı Kişavərzi, o nəmnə, Həmikarə vəzarətxana. Durdular, getdilər orada, 4 gün gecə gündüz qaldılar orada, dəqiqə başı görürlər. Buna görə ki, onu söndürələr, gecə qaranlığa düşdü, gecə helikopterlər işləyənmədi, amma adamlar işlədilər. 64 dana helikopter. Hətta Azərbaycandan təyyara, özlərinin təyyaraları gəldilər ora. Bilmirəm, yadımda da neçə min dana pərvaz ediblər, uçublar. Neçə min dana uçuş yapıblar ki, ora su tökələr, onu söndürələr. Və vəzir də oradadır. Vəzir də oradadır. Əgər iştibah eləməsəm, prezidentin muavini də oradadır. Azərbaycanda, Əl-Əhvazda, haraydı o, Abadandaydı da, o saxtman yığıldı. 10 gün sonra Xamenei ora görə danışdı. Ya adamları getdi ora, ya getmədi. Ya Azərbaycanda od tutur, görürsəsin, saydı yoxdur.
Neçə ki 10 gündür bura, 15 gündür yanır, hələ heç kəs buna şey eləmir. Fərqi budur. Bir dövlət ki, mənim axşam gedəcəm dava alam, oradan dalbadal zəh vururlar ki, mənə deyərlər ki, gecikinin saat neçədədir. Bilirəm saat neçədə, amma yenə də zəh vururlar ondan ötürü. Hər halda dostlar, istədim bu iki dənə misalı, iki dənə məmləkəti bir-birinin dibində misal vurmağa ki, hər ikisi müsəlmandır, hər ikisində savad, məsələn, əşadır, ya nə cürdür, bunları deyək bir-birinin yanında. Amma ikisinin rəftarını görək. Birində dövlət, vəzir gecə-gündüz orada yatır, orada qalır, orada daimən gözü üstündədir. Neynədir, hara getdiniz, gedir onu yaxından görür, meşələri yaxından görür, işləyənləri yaxından görür, təyyarələri oradan-buradan çağırır, helikopterləri çağırır, ərtəşə deyir, maşın gətir, jandarmeriya deyir, təyyara gətir, ərtəşə deyir, təyyara gətir, meşənin özünün idarəsinə deyir, təyyaraları da hər yerdən gətirin burada və buranı söndürün. Söndürürlər, 4 gün çəkir və çox böyük yer yanır, amma söndürülür. Onun dalısından da elə həmzaman deyir ki, bura ağac əhməli yox və buranın bəzi yerləri ağac özü çıxa bilər, bunları qalsın, ağac özü çıxsın, çıxmasa 2 ilə ya 3 ilə biz əkərik, amma bəzi yerləri gəlir, indi elə bu gündən başlayaq ağac əkək. Amma İranda siz belə bir şey görmürsünüz. Cəlibdir, İranda danışır, deyir ki, Azərbaycan ki, mən bunu bir xəbərdə oxudum, bilmirəm düzdür ya qələtdir, amma İranın məhsullarının birinin dilindən yazıbdır ki, Azərbaycandakı fikir eləmirdi ki, burada kəvir olsun, yavaş-yavaş kəvirə çevrilir. Azərbaycan kəvir olur. Yəni, bu iki dənəni biz istimar müstəmirədə bunu, yəni sümürgəçilik ideolojisində biz buna diqqət eləməliyik. Niyə bu cürdür? Çünki, məsələn, Plasko yıxılanda tamam radyo televizyonlar, ruznamələr gecə-gündüz Plaskodan əks alırdılar, atəş nişanlarla danışırdılar, məğazi sahibləri ilə danışırdılar. Hər kəsəndə orada məsələn bir 10 tümənlik, 10 min tümənlik vəsail olsaydı, deyildi, mənim orada 100 milyardlıq vəsailim var idi. Və onları dövlət verdi. Amma Abadanda adamlar düşüblər orada 6 gündən sonra adam oradan diri çıxdı. Qızı idi, oğlan idi, bir dənə oradan diri çıxdı. Bunlar əsas saymırdılar, burada adamlar yıxılıblar, qalıblar saxtamanın altında, bunları yox, bunları saymırlar. Ya indi Təbrizdə gördük bir dənə mehr saxtamanları dedikləri saxtaman ki, Əhmədinəcad dövründə tikmişlər. Yıxıldı, orada adamlar qaldırdılar, altını biz bilmədik, onları çıxartdılar, çıxartmadılar, nə bəzə düşdü. Zindicanlıqları nə oldu, malları, darayətləri, ev eşikləri və s. nə oldu, harda qalırlar, nə cür qalırlar, nə cür yaşırlar, heç bəlli deyil. Bu istimarın işidir. Türkiyədə zəlzələ gəldi, dövlət gəldi, adamlara apardı, əvvələn hüquq verir Aydanaya, sonra da apardı, yığdı, evə dedi, bir il ərzində sizin saxtamanlarınızı verəcək, ciddi zəlzələ. Bir il ərzində sonra apardı, qəbalələrini verdi, oturun orada. Ana yurtdan hər halda onu, ancaq, tamam. Ana yurtdan ayrılma təhdidinə, təhdidləşi təhdiddir, kadar iş var olacaq. Əgər iş deyir, ora çəksə ki, bu ana yurduna qeydsin, belə bir şey deyir, ola bilərmi? Yəni, ola bilməz da, şey midir? Bu da bu qədər reklamını, özünü reklam eləyəndən sonra reklam yaptığı və bir anlamda, bir ayrı anlamda gerçək olan yurtsevərliyi çalışır. Deyir ki, bunun belə, bu özü şeyə düşəndən sonra bunun gerçək, o həqiqi yurtsevərliyi nə olar? Çalışıya düşər. Çalışır, yəni bu çalışmaqdır, çalışqıdan gəlir, yəni ondan qarşı-qarşıya durar yurtsevərliyi ilə, bunun içi. Qabaqçı dediği ilə indi ki, özünün mənafeyi, şəxsisi xətərə düşəndə beləsi olacaqdır. Çatışır, görünür. Bəs bunu da görər ki, bunlar bir-birinin çatışırlar. Mən əgər bu səfər oxusam, otursam, bunları zəh vururam ki, çünki bunlar məni dalbadala salablar. Amma kolonialistin milliyyətçiliyi tamamən özəl bir nitəlikdədir. Amma deyir ki, kolonialistin milliyyətçiliyi İrançılıq da, ya farsçılıq bu. Tamamən özəl yəni vicə farsça.
məxsus, özəl bir nitəlikdədir, bir vəziyyətdədir. Nitəlik burada vəziyyət, bir durum. Özəlliklə ana yurdunun bir kolonyalist olaraq kendi varoluşu korumayan və kollayan yanına hitap eder. Deyir ki, özəlliklə xüsusən ki, ərəbcədə onun türkçəsidir, ana yurdunun bir kolonyalist olaraq, özü bir kolonyalist olaraq ana yurdun neynər? Kendi varoluşu, mənim varlığımın, mənim diri qalmağımın koruyan, mənim varlığımı qoruyan və kollayan, kollamaq, saxlamaq, qoruyan mühafizəkar, kollayan da onu saxlamaq yanına hitap eder. Diyor ki, onun bu tərəfi yanına, yəni bu tərəfinə hitap eder, xitap eder. Yəni danışanda beləsi deyir ki, ana yurt bizi saxlayır, qoruyur falan, İran bizi saxlayır, müdafiə edir, İran olmasa canən fədai İran, bunlar orada deyir. Örneğin sümürcələrdə belə haqq eşitliyini gəlişdirəcək kadar demokratikləşən bir yurt, ana yurt. Deyir ki, bir örneğin, yəni misal, örneğin sümürcələrdə, yəni məsələn Azərbaycanda, nə bilim, Qəşqayistanda, Türkmən səhrada, məsələn, ya birisi yerlərdə sümürcələrdə də, bunlar sümürcədirlər, müstəmirə. Belə haqq eşitliyini, haqq eşitliyi, yəni bərabəri hüquqi, farsça desək, ərəbcə desək, fars-ərəb. Haqq eşitliyini, yəni haqqda bərabər olmaqları, bir olmaqları gəlişdirəcək qədər, bunu gəlişdirmək, yəni inkişaf eləmək, yekətmək, böyütmək, geniş eləmək da gəlişdirəcək qədər demokratikləşən bir ana yurd. Belə deyir ki, ana yurdu vardı ki, onu məsələn istəyir bunlarda şu. Əlbəttə bu İranda bunu görmürük. Çünki İran əvvələn demokratik deyil, Fransa deyil, İngilistan deyil, Amerika deyil ki, demokratik olar. Hətta Rusiya deyil belə. Rusiyada da demokratik, İranla fərqlidir. Rusiya adı Rusiyadır, amma içində neçə dənə müstəqil cumhuri var dostlar. Ayrı ona görə deyir ki, cəmahirdir da onun adı. Federal cəmahirdir özdə. Yəni orada iç cumhuriyyətləri var. İç cumhuriyyətlər yenə də bir federal sistemdə qalırlar. Deyir ki, ana yurt sümürcələrdəki girişimlərini də tərk etmə riski taşır. Deyir ki, sümürcələrini, deyir, onun o demokratik olmaq vəziyyəti, yəni ana yurdun, məsələn, İngilistanı misal vuraq burada. Sümürcələrdəki girişimlərini, o sümürcələrdə olduqları o girişim fikirləyirəm ki, biraz ixtilaf, niza, məsələn, desək, beləsi bir şey, tərk etmək riski taşır. Deyir ki, bu riski vardır ki, oradan tərk eləsin. Məsələn, İngilistan Hindistandan çıxdı demokratik olduğu üçün. Onun da bir demokratik sistem genişdir. Amma onu özünə bağladı. Kanadadan çıxdı məsələn, zahirdə. Amma Kanada ya Hindistan ya İrland ya Avustraliya, bunlar İngilistanın, feilən də İngilistanın siyasi əlindədirlər. Siyasi kölgəsindədirlər. Yəni, siyasi təslimlər əslində burada tutulmaz, İngilistanda tutular. Tamam. Deyir ki, bu da risk altındadır. Bir kolonyalist için böyle bir dönüşüm onun yaşam tarzını təhdid edər. Deyir, bir kolonyalistdir, o istəyə buradan dönəcədə vətəninə, Azərbaycandan gedə ora, bir kolonyalist üçün belə bir dönüşmək ora, dönüşüm, bilirsiniz, indi Türkiyədə bir ayrı qavramda da işlir. Məsələn, biz aşqal deyirik, çöp deyirlər Türkiyədə. Bu aşqalları elə eləyək ki, dönüşsün, şeydə olmasın. Təbiətdə aşqal kimi qalmasın, dönüşsün. Buna dönüşdürmək deyirlər, yəni dəyişdirmək da əslində. İndi bir nəfər də ki, gəlib də Azərbaycanda işlir, bir standardı fərmanlardır. Bunu istəyirlər, göndərərlər farsların içinə, o da dönüşümdür o adama. Onun yaşam tərzini, onun yaşam sistemini, tərzini, yəni onun yol yöntəmi ki, ondan yaşır, təhdid edər, onu təhdid edər və bir ölüm
ölüm kalım sorunu haline gəlir. Deyir, onun oradan getməməsi ona elə bir ki, ölüm qalım sorunudur. Sorun məsələsi, sual. Deyir, ölüm qalım məsələsinə çevrilər. Sorun olur məsələ. Çevrilər. Son sətri də oxuyaq, sonra elə burada qutaraq. Onun milliyyətçiliyinin kararsızlıq göstərdiyi və vatanının bu təhlükəli çehrəsini tanımayı rədd etdiyi anlaşılır. Deyir ki, onda ki, belə oldu, gördü ki, öz şəxsi mənafi ilə vətəni bir yerə gələndə ona ölüm qalım savaşı hesab olur. Onda nə olar? Onun milliyyətçiliyi, indi məsələn biz də milliyyətçilik olaq, işimizi əldən versək, ya danışqaha gedə bilməsək, ya sərbazlıq eləsək, biz bu şeyə düşür. Yəni çəlişkiyə düşür. Milliyyətçiliyin kərarsızlığı, yəni onu indi də biraz müstəqim şey deyil, möhkəm deyil bunun milliyyətçiliyi. Su üstündə o yel bunu tərpədir. Kərarsızlıq göstərdiyi və vətəninin, bizdə indi Azərbaycanda ya olan orada, bu təhlükəli çehrəsini, bunun o vətəninin bu təhlükəsiz eləşi bu adamın şəxsinə yaradıbdır, tamamilə rədd etdiyi anlaşılır. Deyir ki, tamamilə bunu rədd edər. İndi dostlar, nə dedi? Bunu deyək, xülasət. Deyir ki, bir sümürgətiyə əgər desələr ki, sən qeydəcəksən, gedəcəksən öz torpağı var və o görsə ki, burada mənafiyin əldən verəcək getsə, ona burada iki dənə buna müşkül yaradır. Bir bu ki, bu nə qədər vətənpərəstdir, o aradan gedər. Bir də ki, bu bilirdi ki, özdə mühafizəkar olar siyasi qərarı. Yəni, durumu saxlayaq. Mən də qalım, sistem də qalsın. Ona görə mühafizəkar olar. İndi dostlar, əgər bizim birimiz Azərbaycanlıyıq, Türküq, hər yerdir, İranın hər yerində fərq eləməz. Türküq. Əgər biz işimizə işə istihdam olmaq bizim nəzərimizi vətənçilikdən çevirə İrançılığa tərəf. Biz pan-İranist olaq, ya pan-fars olaq. Ya bizi işdən çıxartmaq qorxusu bahis ola ki, biz vətənimizi, millətimizi, Azərbaycanı, torpağımızı, türkləri sevməyək. Bunu görsə ki, biz şəxsi mənafeyimizi düşünürük. Milli mənafeyimizi, millətçiliyimiz yoxdur bizdə. Dostlar, çox sağ olun. Burada elə qoyaq qalsın. 76-cı səhifəni sabahları əgər ömür olsa danışarıq. Sağ olun, sağ qalın, hələlik.